İstəyirəm Yasin surəsindən danışaq. Quran buyurur, vəzrib ləhum məsələn, əshabəl qəryəti, izcəəhəl mursəlun. Onlar üçün şəhər əhalisini örnək göstər. Allahın elçiləri oraya doğru gedən zaman. Ardıca buyurur, İz ərsəlna iləyhumus nəyni, fəkəzzəbuhuma, fəəzzəzna bisalis, fəqalu inna iləykum mursəlun. Quran deyir, biz onlara 2 elçi göndərdik, amma ikisini də inkar etdilər. Biz 2 elçini 3-cü ilə qüvvətləndirdik. Onlar dedilər, biz sizə Allah tərəfindən göndərilmiş elçilərik. Qalu ma entum illa bəşərun misluna və ma ənzələr rəhmanu min şeyin in entum illa təksibun. Onlar isə Peyğəmbərin cavabında dedilər, siz bizim kimi insanlarsınız və Rəhman Allah heç bir şey nazil etməmişdir. Siz ancaq yalan deyirsiniz. Qəriyə əslində insanların cəm olduğu və bir yerdə yaşadığı yerə deyilir, təfsir alimləri buyururlar. Bəzi hallarda insanların özünə də qəriyə deyilir. Yəni qəriyə həm şəhər, həm də kəndlərə şamil edilir. Ərəb dilində və Quranın özündə də dəfələrlə Məkkə və Misir kimi şəhərlərə də qəriyə deyilir. Təfsirçilər arasında məşhur mülahizələr budur ki, şəhər Antakiyyə şəhəridir. Hətta bu şəhər keçmiş Romanın ən məşhur şəhərlərindən biri idi. İndi isə bu şəhər Türkiyənin şəhərlərindəndir. Sonra Quran buyurur, biz onlara 2 nəfər elçi göndərdik. Ancaq onlar ikisini də inkar etdilər. Bu 2 elçini 3-cü ilə qüvvətləndirdik və onlar dedilər, biz sizə Allah tərəfindən göndərilmiş Peyğəmbərik və bu Peyğəmbərlərin kim olmaları barədə müxtəlif fikirlər var. Bəzi təfsir alimləri deyirlər ki, qabaqcadan göndərilən Peyğəmbər Şəmun və Yuhanna, 3-cüsü isə Pavildir. Amma bəziləri bu Peyğəmbərləri başqa adlarla çağırmışlar.